Ötən gün dövlət başçısının sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti, gənclərlə iş və digər sahələrdə xüsusi fərqlənənlərə prezident mükafatı verildi. Yüzlərlə gəncin içərisindən məhz onların seçilməsi hər kəsin marağına səbəb oldu. Görəsən həmin mükafatlandırılan gənclər kimlərdir? Gəlin bərabər izləyək. Prezident mükafatına layiq görülən gənclərdən biri Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq Təşkilatlarının Əməkdaşlıq Şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyevadır. O, beynəlxalq tərəfdaşlarla həyata keçirilən layihələr vasitəsilə regional inkişafın gücləndirilməsində fəal rol oynayıb. O, məhz bu fəaliyyətinə görə dövlət başçısı tərəfindən mükafatlandırılıb. Uşaq hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam mühitin yaradılması, inklüziv təhsil, autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyası, gənclərin maarifləndirilməsi və regionlarda sosial layihələrin icrası üzrə bir sıra kompleks təşəbbüsləri uğurla reallaşdırmışıq. Prezident sərəncamı ilə təltif olunan gənclərin sırasında Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, 2-ci dərəcəli əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var. O, həm ifaçılığı, həm də təlimçi fəaliyyəti ilə inklüziv cəmiyyətin formalaşmasına töhfə verir. İtaliyada 2 dəfə solo konsert vermişəm. Hidayəliyev Fondunun dəstəyi ilə İtaliyada, Florensiya şəhərində, Florensiyanın Avropa Akademiyasında təhsil almışam. Və bu günə qədər neçə uğurlarım olub, beynəlxalq və respublika müsabiqələr laureatıyam. Bu səbəbdən də Allahın izni ilə cənab prezidentimiz məni təltifə layiq gördü. Ona buradan dərin minnətdarlığımı bildirirəm. Mükafat alanlardan biri də İsmayıllı Sabah Hub İnnovasiya Mərkəzinin baş icma meneceri, Baku Aydi İnnovasiya Festivalının təşkilat və əməliyyatlar üzrə rəhbəri Aynur İsmayıllıdır. Aynur İsmayıllı innovasiya ekosisteminin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində bir sıra layihələrə rəhbərlik edib. İclas zamanı elə mənə zəng gəldi. Belə çox həyəcan verici, biraz şokla, belə bu şəkildə qarşıladım. Elə çıxan kimi də hər kəs təbrik elədi, hər kəs yanıma yaxınlaşdı. Təbii ki, bu çox sevinc verici bir hal idi və buna görə də əsasən xüsusilə bizim cənab prezidentimizə təşəkkür edirəm ki, bu mükafatı da mənə də belə deyək də təltif olunmasını sərəncamını verib. Qeyd edək ki, dövlət tərəfindən göstərilən bu dəstək gənclərin cəmiyyətin inkişafında fəal rolunu təşviq etməyi hədəfləyir.